müstəqillik verilmir, onu əldə edirlər. Onun əldə olunması üçün isə böyük fədakarlıq lazımdır, can qoymaq lazımdır, qan tökmək lazımdır və bu xalq, bu millət, bu dövlət, bu torpaq müstəqillik uğrunda illərlə, 10 illərlə böyük fədakarlıqlar göstərib və müstəqil dövlətimiz yaranıb. Bugün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 108 il ötür. Qısa müddət, qısa ömür yaşamasına baxmayaraq, 2 ildən az ömür yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, parlamentli respublika dövründə, müsəlman şərqində yaradılmış ilk demokratik respublika dövründə böyük işlər görüldü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın atributları yaradıldı. Azərbaycanın ən əsası bayrağı təsis olundu. Azərbaycanın parlamenti yaradıldı. Azərbaycanın ordusu yaradıldı. Azərbaycanın milli valyutası, manatı yaradıldı. Azərbaycanın təhsili, mədəniyyəti, mətbuat yaradılması, mətbuatın inkişafı istiqamətində böyük işlər görüldü. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, sərhədlərinin müəyyənləşdirilməsi, suverenliyinin təmini istiqamətində dahi insanlar böyük işlər görüldü. Qısa müddət ömür yaşamasına baxmayaraq, ümumiyyətlə saatlarla, günlərlə, aylarla danışılacaq böyük işlər görülüb Azərbaycan Xalq Cümhuriyyəti dövründə. Qadınlara seçki hüququ verildi. Bu, o zamanları çox az ölkələrdə belə bir hüquq var idi. Təəssüflər olsun ki, az ömür sürdü, 2 ilə yaxın ömür sürdü. Uzun illər xalqımız, millətimiz 70 ildən artıq Sovet hakimiyyətinin əsarəti altında düşdü. İşğalını yaşadı və onun hakimiyyəti altında yaşadı. Amma şükürlər olsun, 70 ildən sonra Azərbaycan yenə müstəqilliyini əldə etdi. Bu xalq, bu dövlət, bu torpaq yerindən ayaqlandı və müstəqilliyini əldə etdi. Böyük canlar, qanlar bahasına da olsa, xalqımız bu müstəqilliyi böyük fədakarlıq göstərərək əldə etdi. Bəs bu müstəqilliyin möhkəmləndirilməsi, bunun sütunlarının, dayaqlarının daha da möhkəm olması üçün hər kəs öz işində namusla, vicdanla, şərəflə işləməlidir. Bu dövlətin, bu millətin, bu bayrağın yüksəklərdə dalğalanması üçün, dövlətimizin sütunlarının möhkəmlənməsi üçün, daha da güclənməsi üçün, dövlətimizin daha da inkişafı üçün hər birimiz öz sahəmizdə şərəflə, ləyaqətlə fəaliyyət göstərməliyik. Xalqımıza Allah Teala bir daha pis günlər göstərməsin, bir daha qanlı qadalı günlər göstərməsin. Şükürlər olsun ki, Azərbaycan artıq müstəqil, suveren dövlətdir. Bir hissəsi işğal olunmuş torpaqlarımızın artıq işğaldan azad olunub. Artıq bütün Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Müstəqillik doğrudan da verilmir, onu qazanmaq lazım. Dediyim kimi, onun qazanması üçün xalqımız böyük qurbanlar verib. Allah Teala bir daha xalqımıza belə qurbanlar nəsib eləməsin. Allah Teala xalqımıza həmişə yaxşı, gözəl, inkişaf, uğur qismət eləsin. Bir daha müstəqillik günümüz mübarək.